Çox səsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Tarın səsində bir ömrün izi. Ramiz Quliyev. Bugün Araz News radyosunun ilmə proqramında Azərbaycan musiqisinin əfsanəvi tar ustadı, xalq sənətçisi və profesor Ramiz Quliyevin həyatı və sənəti haqqında danışacağıq. O, 30 avril 1947-də Ağdamda dünyaya göz açdı və bütün ömrünü tarın səsinə və muğamın nəfəsinə adadı. Ramiz müəllim uşaqlığından etibarən musiqiyə tutqun idi. Öncə Ağdam Musiqi Okulunda, ardından Üzeyir Hacıbəyli adını daşıyan musiqi okulunda təhsil aldı. Daha sonra Bakı Musiqi Akademisində profesyonel səhnə yaşamına addım atdı. Bu illər onun teknikini gücləndirdi, musiqiyə olan hissiyatını və icra bacarısını zirvəyə daşıdı. 1980-lar və 1990-lar Ramiz Quliyevin həm səhnə, həm akademi açısından parlaq dönəmi idi. Muğam üçlüsünün solisti və sənət yönetməni olaraq bir çox uluslararası festivalda yer aldı. Səmərqənddəki 3-cü Uluslararası Muzikoloji Sempoziumu, UNESCO dəstəyi ilə Amerikadakı Folklor Festivalı, Japonda Böyük İpək Yolu qapsamında 30-dan çox konsert. Hər səhnə onun tarına yeni bir nəfəs, dinləyiciyə isə Azərbaycan musiqisinə yeni bir baxış qazandırdı. Ramiz Quliyev sadəcə bir solo icraçı deyildi. Tarı orkestranın içində evrensel bir dilə dönüşdürən bir sənətçi idi. Bu yüzden onun konsertləri həm klasik muğam zövqünü, həm də çağdaş səhnə estetikini birləşdirirdi. 1990'ların sonlarından etibarən London, Moskva, Quds və daha bir çox şəhərdəki konsertləri böyük yanğı uyandırdı. 2018 ilinin janvier ayında Ramiz Quliyev Güney Azərbaycanın Ərdəbil şəhrində verdiyi solo konsertlə böyük yanğı uyandırmışdı. Bu, onun Ərdəbildəki ilk konserti idi və biletlər aylar öncədən bitmişdi. Məşhur piyanist Əta Etminan və Əmir Ali Nəbi ilə bərabər səhnəyə çıxan Quliyev, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi Azərbaycan bəstəçilərinin əsərlərinin yanında klasik muğamlar, xalq mahnıları və hətta Franz Schubert ilə Johannes Brahms'dan parçalar səsləndirmişdi. Konsertin sonunda izləyicilər onu ayaqda alqışlamış, bu gecə Ərdəbildə bir kültür olayına çevrilmişdi. Quzeyli sənətçi Şeyx Səfi türbəsini və yazar Mirzəlal Paşayevin dünyaya gəldiyi Xalxalın Əndəbil kəndini ziyarət etmiş, Şah İsmail Xətai və Paşayev ailəsinin məzarlarına gül buraxmışdı.
eğitimci kimliyi ilə də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademisində onlarca gənc sənətçi yetişdirdi. Ustadın dərsləri sadəcə sinifdə deyil, İzmirdən Tehrana qədər uzanan geniş bir coğrafiyada verildi. Bu, sadəcə bir yöntəm deyil, bir məktəb idi. Aldığı ünvanlar da bu əməyin qanıtı və sübutu idi. 1988-də Azərbaycan Sosialist Sovet Cümhuriyyətinin xalq sənətçisi, ardından dövlət ödülü sahibi, 2007-də şöhrət, 2017-də isə şərəf nişanları ilə təqdir edildi. Bunlar sadəcə medal deyildi, bir sazın səsini ölkəsinin kültürel hafizəsinə həkk edən əməyin simgəsi idi. Üstadın ən diqqət çəkən çalışmalarından biri Tarla Söhbət albomu dünya səviyyəsində məşhur albumudur. Tarla yapılan səssiz bir söhbət, melodinin insan səsinə çevrildiyi bir yaradılış bildirisi. Bu albom onun yalnız bir ifatı deyil, eyni zamanda düşünən və axtaran bir sənətçi olduğunu xatırladır. Ramiz Quliyev səhnədə özünü özgü bir duruşa sahibidir. Sol əlində pərdələrdə qərarlılıq, sağ əlində mizrabında şeir. Onun icrasında muğam rastgele doğan bir an deyil, illər içində cilalanmış bir savdır. Bəzən bir gülüş mizrabı, bəzən bir ah mizrabı ilə dinləyiciləri heyran qoyur, ovsunlayırdı. Bu üslub gənc tarzənlər üçün həm estetik, həm teknik bir rəhbər oldu. Onun sənət fəlsəfəsi qısa və özüdür, tar danışmalı idi. Konsertlərinin yapısında bir dramaturji var idi. Muğamın bölümlərinin ölçülü atılması, doğaclamanın disiplinlə işlənməsi və duyğunun məntiqlə təadüla çatması, dəncələnməsi. Hər konsert bir hikayə idi və o hikayədə sazın dili çoxlu zaman sözün özündən daha güclüydü. Xalq mahnıları onun repertuarında özəl yer tuturdu. Ləpələr kimi əsərlərdə tarın həm zərif, həm hərəkətli duası hiss edilir. Sanki dəniz dalğasının çəkilib yüksəlməsi kimi. Bu, xalqın hafizəsini səhnəyə daşıyan bir ifadə biçimi idi. Amma Ramiz müəllimin bir də insani yönü var idi. Öğrencilerine səbri, səhnə arxasındakı şuxluqları, röportajlardakı səmimiyyəti. O, tarı günlük həyatın bir parçasını çevirən bir kültür insanı idi. Dinləyicini musiqiyə sadəcə qulaqla deyil, qəlbi ilə dinləməyə dəvət edirdi. Və sonra ayrılıq xəbəri gəldi. 15 oktyabr 2025'də Ustad Ramiz Əyyuboğlu Quliyev 78 yaşında həyata vəda etdi. Bu xəbər öncə sənət çevrələrində, sonra rəsmi qaynaqlarda doğrulandı. Bir ömürlük səs sustu, amma o səsin izi ürəklərdə əbədiləşdi.
bu gün Ramiz Quliyevi anarkən yalnız bir ustadı deyil, Azərbaycan musiqisinin gözəlliyi və zənginliyini, ustad və şagird bağını xatırlayırıq. Onun həyatı bizə bir şey öyrədir. Kültürel miras ancaq yaşadılırsa yaşayır. Öyrədərək, ifa edərək və dinləyərək. Əgər bir mizrabın içində bir ömür gizli isə, demək ki, bir millətin hekayəsi də oradadır. Ramiz Quliyevin ifaları pəhcə musiqi deyil. Onun hər bir əsəri Azərbaycan millətinin hisslərini və tarixini daşıyır. Tarın səsi xalqın ruhunun bir hissəsidir. Araz News Radiosunda xalq sənətçisi, böyük tar ustadı Ramiz Quliyevin anısına hazırladığımız proqramı dinlədiniz. Gələn bir ilmə proqramında Azərbaycan mədəniyyətindən söhbət etmək ümidi ilə əsən qalın.